Dövr dəyişir və onunla birgə mədəniyyət də yeniliklərlə zənginləşir. Lakin əsl sənət əsərləri əbədi yaşayır, ruha sirayət edən, milliliyin təzahürü olan musiqi kimi. Bu xüsusiyyətlər Asef Zeynallı musiqisində də öz əksini tapıb. Azərbaycanlı bəstəkar və pedaqoq Asef Zeynallı 23 il yaşamasına baxmayaraq Azərbaycanın musiqi xəzinəsinə qiymətli töhfələr vermişdir. O, 1909-cu il aprelin 5-də Dərbənddə kasıb Bağban ailəsində doğulmuşdur. Asef 1 yaşı olanda atasını itirir və ailənin bütün yükü anasının çiyinləri üzərinə düşür. İşdən yorğun gəlməsinə baxmayaraq anası uşaqlara qarmonda gözəl nəğmələr ifa edir və beləcə musiqi Asefin qəlbinə yol tapır. Asef Zeynallının 7 yaşı olanda anası onu Dərbəndəki Real məktəbinə verir. Burada o, uşaq xorunda oxuyur və klarnetdə ifa edir. Asefin 11 yaşı olanda ailəsi ilə birlikdə Bakıya köçür. Əvvəl o hərbi məktəbin nəznində nəfəs alətləri orkestrində şeypur alətində ifa etməyi öyrənir. Daha sonra isə violonsel və fortepiano üzrə təhsil alır. 14 yaşında məktəbdə şeypur aləti üzrə ilk piyesini ifa edir. Və nəhayət 1926-cı ildə Asef Zeynallı konservatoriyanın orkestr şöbəsində pruva dərsi almağa başlayır. Azərbaycan musiqi tarixində bəzi ilklər onun adı ilə bağlıdır. O, Azərbaycanın ilk peşəkar təhsilli bəstəkarı, ilk Azərbaycan simfonik musiqisinin və romans janrının müəllifi kimi tarixdə qalmışdır. Təhsil aldığı illərdə o, səbirsizliklə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dərslərini gözləyərdi. Dahi bəstəkar Asef Zeynallı yaradıcılığında böyük rol oynamışdır. Asef Zeynallı Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi bəstəkarların müəllimi olmuşdur. Onun Ölkəm, Sərhədçi, Sual, Seyran romansları milli vokal musiqimizin inciləridir. Onun Çahargah piyesi, violin və piano üçün muğam sayağı 2 fuqa, simfonik orkestr üçün fraqmentlər və teatr tamaşalarına musiqilərin müəllifidir. Bununla yanaşı Asef Zeynallı uşaq suitası ilə Azərbaycan musiqi tarixində uşaq musiqisinin əsasını qoymuşdur. İstedadlı bəstəkar Sarı Gəlin, Səndən Mənə Yar Olmaz kimi məşhur xalq mahnılarını nota almışdır. Asef Zeynallı xalq mahnılarını toplamaq üçün Qarabağa səfər edən zaman yatalaq xəstəliyinə düçar olur və 1932-ci il oktyabrın 27-sində vəfat edir. Dövr dəyişir və onunla birgə mədəniyyət də yeniliklərlə zənginləşir. Lakin əsl sənət əsərləri əbədi yaşayır, ruha sirayət edən, milliliyin təzahürü olan musiqi kimi. Bu xüsusiyyətlər Asef Zeynallı musiqisində də öz əksini tapıb. Azərbaycanlı bəstəkar və pedaqoq Asef Zeynallı 23 il yaşamasına baxmayaraq Azərbaycanın musiqi xəzinəsinə qiymətli töhfələr vermişdir. O, 1909-cu il aprelin 5-də Dərbənddə kasıb Bağban ailəsində doğulmuşdur. Asef 1 yaşı olanda atasını itirir və ailənin bütün yükü anasının çiyinləri üzərinə düşür. İşdən yorğun gəlməsinə baxmayaraq anası uşaqlara qarmonda gözəl nəğmələr ifa edir və beləcə musiqi Asefin qəlbinə yol tapır. Asef Zeynallının 7 yaşı olanda anası onu Dərbəndəki Real məktəbinə verir. Burada o, uşaq xorunda oxuyur və klarnetdə ifa edir. Asefin 11 yaşı olanda ailəsi ilə birlikdə Bakıya köçür. Əvvəl o hərbi məktəbin nəznində nəfəs alətləri orkestrində şeypur alətində ifa etməyi öyrənir. Daha sonra isə violonsel və fortepiano üzrə təhsil alır. 14 yaşında məktəbdə şeypur aləti üzrə ilk piyesini ifa edir. Və nəhayət 1926-cı ildə Asef Zeynallı konservatoriyanın orkestr şöbəsində pruva dərsi almağa başlayır. Azərbaycan musiqi tarixində bəzi ilklər onun adı ilə bağlıdır. O, Azərbaycanın ilk peşəkar təhsilli bəstəkarı, ilk Azərbaycan simfonik musiqisinin və romans janrının müəllifi kimi tarixdə qalmışdır. Təhsil aldığı illərdə o, səbirsizliklə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dərslərini gözləyərdi. Dahi bəstəkar
Asif Zeynallı yaradıcılığında böyük rol oynamışdır. Asif Zeynallı Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi bəstəkarların müəllimi olmuşdur. Onun Ölkəm, Sərhədçi, Sual, Seyran romansları milli vokal musiqimizin inciləridir. Onun Çahargah pyesi, violin və piano üçün muğam sayağı 2 fuqa, simfonik orkestr üçün fraqmentlər və teatr tamaşalarına musiqilərin müəllifidir. Bununla yanaşı Asif Zeynallı Uşaq suitası ilə Azərbaycan musiqi tarixində uşaq musiqisinin əsasını qoymuşdur. İstedadlı bəstəkar Sarı Gəlin, Səndən Mənə Yar Olmaz kimi məşhur xalq mahnılarını nota almışdır. Asif Zeynallı xalq mahnılarını toplamaq üçün Qarabağa səfər edən zaman yatalaq xəstəliyinə düçar olur və 1932-ci il oktyabrın 27-sində vəfat edir.